Əziz şagirdlər, bugün biz sizinlə median və moda mövzusunu öyrənəcəyik. Hazırsınızsa, gəlin başlayaq. Dərsdə öyrənəcəyik. Median, moda, ədədi orta, median və moda üzrə müqayisə, tapşırıqlar. Median. Kəmiyyətin aldığı qiymətlər arasında fərq çox olduqda, onların ədədi ortası ümumi nəticə çıxartmağa kifayət etmir. Məsələn, 6A sinifində oxuyan bəzi şagirdlərin topladıqları metal toplantılarının kütləsi cədvəldə təsvir edilir. Verilənlərə görə şagirdlərin hər birinin orta hesabla topladıqları metalın kütləsini belə tapmaq olar. Hər bir şagirdin topladıqları metal miqdarını bölürük şagirdlərin sayını, yəni 7-yə alınır 5 kiloqram. Bu o deməkdir ki, sinif üzrə şagirdlərin topladıqları metal miqdarının orta göstəricisi 5 kiloqramdır. Lakin biz cədvəldən görürük ki, Samir 15 kiloqram, Təranə isə 1 kiloqram metal yığmışdır. Deməli, ədədi orta ümumi göstəricidir. Yəni, hər bir şagirdin yığdığı metal miqdarını ədalətli şəkildə əks etdirir. Bu halda verilənlər barədə ümumi nəticə çıxartmaq üçün mediandan istifadə olunur. Gəlin medianın tapılmasını öyrənək. Kəmiyyətin qiymətlərini artan və ya azalan sırayla düzdükdə, onların sayı tək olduqda ortada duran ədəd, cüt olduqda isə ortadakı iki ədədin ədəd ortası median adlanır. Məsələn, bu nümunədə verilmiş ədədləri kiçikdən böyüyə doğru düzsək, görərik ki, 7 ədəd var, yəni tək saydadır. Onda ortada duran ədəd, yəni 3, bu ədədlərin medianıdır. Bu o deməkdir ki, 3 kiloqramdan az metal toplayan uşaqların sayı 3 kiloqramdan çox metal toplayan uşaqların sayına bərabərdir. Ədədlər cüt sayda olduqda medianın tapılmasına aid bir nümunəyə baxaq. Məsələn, 16, 11, 20, 14, 10, 17 ədədlərin medianı tapmaq üçün bu ədədləri əvvəlcə artan sırayla düzürük. Olur 10, 11, 14, 16, 17 və 20. Görünür ki, ədədlərin sayı cüt saydadır. Deməli, ortada duran 14 və 16 ədədlərinin ədəd ortasını tapmaqla medianı tapa bilərik. Olacaq 14 üstəgəl 16 bölünsün 2 bərabərdir 15. Yəni, bu ədədlər sırasının medianı 15-ə bərabərdir. Uşaqlar, biz burada sizinlə ədədlər sırasının medianı tapmağı öyrəndik. Həmçinin siz daha əvvəl üçbucağın medianı anlayışı ilə da tanış olmuşdunuz. Median qeyd etmişdik ki, üçbucağın təpəsini qarşı tərəfin ortası ilə birləşdirən parçadır. Yəni, üçbucağı iki bərabər sahəyə ayırırdı. Statistikada isə ehtimal ədədləri iki bərabər qrupa ayırır. Deməli, median hər iki halda tamı iki bərabər hissəyə ayırır. Medianın tapılması ilə bağlı bir neçə nümunəyə baxaq. Kəmiyyətin aldığı qiymətlərə görə onların medianını tapın. A bəndi, basketbol komandası üzvlərinin boyları. Qeyd etmişdik ki, medianı tapmaq üçün əvvəlcə verilmiş ədədləri ya artan, ya azalan sırayla yazmalıyıq. Göründüyü kimi bu ədədlər elə artan sırayla verilib, indi onların medianını tapaq. Cüt sayda olduğu üçün ədədlər, onda median ortada duran iki ədədin ədəd ortasına bərabər olacaq. Yəni, 190 ilə 191-in ədəd ortasını tapmalıyıq. Yazaq, 190 üstəgəl 191 bölünsün 2. Bərabərdir 190,5 cm. Yəni, basketbol komandası üzvlərinin boylarını göstərən ədədlər sırasının medianı 190,5 cm bərabər olacaq. B bəndi sınaqda şagirdlərin topladığı ballar. Göründüyü kimi bu ballar qarışıq sırayla verilib, gəlin bunları kiçikdən böyüyə doğru sıralayaq. Yazarıq 48, 53, 63, 64, 75, 86, 96. Ədədlər sırasındakı ədədlərin sayı tək saydadır. Deməli, ortada duran ədəd median olacaq. Median onda deyə bilərik ki, 64-ə bərabərdir. Keçək C bəndinə. Bazaya gətirilən qabların ölçüləri. Gəlin əvvəlcə verilmiş ədədləri kiçikdən böyüyə doğru sıralayaq. Yazacaq. 1,5, 1,8, 2,1, 2,2, 2,4,
2,8, 3, 3,1, 3,4, 3,5. Ədədlər sırasında verilmiş ədədlər cüt sayda olduğu üçün onda median ortada duran 2 ədədin ədəd ortasına bərabərdir. Yəni 2,4 ilə 2,8-in ədəd ortasını tapmalıyıq. Gəlin tapaq. 2,4 üstəgəl 2,8 bölünsün 2. Bərabər olacaq 2,6. Yəni bazaya gətirilən qabların ölçülərini göstərən ədədlər sırasının medianı 2,6-ya bərabərdir. Moda. Bəzən verilənlər arasında təkrarlanan qiymətləri müəyyən etmək xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətin verilən qiymətləri arasında ən çox rast gəlinən qiyməti moda adlanır. Məsələn, mağazada gün ərzində satılan kişi ayaqqabılarının ölçüləri belə olub. 39, 40, 41, 42, 38, 41, 41. Göründüyü kimi, verilən ədədlərin modası 41-dir. Deməli, mağazada gün ərzində daha çox 41 ölçülü kişi ayaqqabısı satılır və bu ölçülü ayaqqabılara daha çox tələbat var. Verilənlər ədəd olmadıqda da onların modasını tapmaq olar. Məsələn, dayanacaqdakı avtomobillərin rənginin modası. Göründüyü kimi, qırmızı rəngli avtomobillərin sayı digər rəngli avtomobillərin sayından çoxdur. Onda deyə bilərik ki, dayanacaqdakı avtomobillərin rənginin modası qırmızı rəngdir. Verilənlərin bir neçə modası ola bilər. Məsələn, verilmiş ədədlər sırasında göründüyü kimi 5 və 8 ədədləri hər biri 3 dəfə təkrar olunub. Onda deyə bilərik ki, bu ədədlər sırasının modası 5 və 8-dir. Yəni, bu ədədlər sırası 2 modalıdır. Əgər bütün verilənlər sırada yalnız bir dəfə iştirak edirsə, belə verilənlərin modası yoxdur. Burada ədədlər sırasına diqqət etirsəniz, görərsiniz ki, hər bir ədəd yalnız bir dəfə yazılıb. Yəni, bu verilənlərin modası yoxdur. Moda hər zaman verilənlərdən biri olur. Ədəd orta və median verilənlərdən biri olmaya bilər. Verilən ədədlərin modasını tapın. A bəndi. Göründüyü kimi, bu ədədlər sırasında 12 ədədi 2 dəfə təkrar olunub. Deməli, verilənlərin modası 12-dir. B bəndinə baxaq. Burada isə görürük ki, 24 ədədi 3 dəfə təkrar olunub, yəni ən çox təkrar olunan ədəddir. Onda deyə bilərik ki, 24 ədədi bu ədədlər sırasının modasıdır. C bəndinə baxaq. Burada 11 və 13 ədədləri hər ikisi 3 dəfə təkrar olunub, yəni bu ədədlər sırası 2 modalıdır və modası 11 və 13-dür. D bəndinə baxaq. Bu sırada isə hər bir ədəd yalnız bir dəfə yazılıb. Yəni, verilmiş ədədlər sırasının modası yoxdur. Yazarıq, yoxdur. Ədəd orta, median və moda üzrə müqayisə. Toplanmış məlumatları təhlil edərkən ədəd orta, moda və ya median tapmaqla bu məlumatlar haqqında ümumi nəticə çıxarmaq olar. Cədvəldə A və B şirkətlərinin işçilərinin maaşları haqqında məlumat verilib. Bu şirkətlərin işçilərinin maaşları üçün ədədi ortanı, median və modanı hesablayıb müqayisə etmək olar. Gəlin əvvəlcə ədəd ortanı hesablayaq. Göründüyü kimi A şirkətində 6 işçi var və onların uyğun olaraq aldıqları maaşlar göstərilib. Deməli, biz hər bir işçinin aldığı orta aylıq əmək haqqını tapmaq üçün işçilərin aldığı maaşları cəmləyib onların sayına bölərik. Və nəticədə 800 tapacaq. Eyni əməlləri B şirkətində çalışan işçilərin maaşları üzərində də etsək, yəni onları toplayıb işçilərin sayına, yəni 5-ə bölsək 980 alarıq. Bu o deməkdir ki, B şirkətinin işçilərinin orta əmək haqqı A şirkətinin işçilərinin orta əmək haqqından böyükdür. İndi isə gəlin medianı hesablayaq. Biz artıq öyrəndik ki, median verilmiş ədədlər sırasında ya ortada duran ədəddir, ya da ortada duran 2 ədədin ədədi ortasıdır.
Göründüyü kimi işçilərin aldığı maaşları göstərən ədədlər kiçikdən böyüyə doğru sıralanıb və A şirkətində işçilərin sayı 6 nəfərdir, yəni cüt saydadır. Onda deməli biz ortada duran 2 ədədi, yəni 550 ilə 850-ni toplayıb 2-yə bölməliyik. Nəticədə 700 tapırıq. B şirkətində işçilərin sayı isə 5 ədəddir, yəni tək saydadır. Onda ortada duran ədəd, yəni 700 median olacaq. Belə bir nəticəyə gəlirik ki, hər bir şirkət üzrə 700 manatdan az və 700 manatdan çox maaş alanların sayı eynidir. Son olaraq modanı hesablayaq. A şirkətində işçilərin aldığı maaşları göstərən ədədlər sırasında 550 ədədi 3 dəfə təkrar olunub, yəni ən çox təkrar olunan ədəddir. Onda deyə bilərik ki, bu ədədlər sırasının modası 550-dir. B şirkətindəki işçilərin aldığı əmək haqqına diqqət yetirsək görərik ki, bu sırada da ən çox təkrar olunan ədəd 500-dür, yəni bu ədədlər sırasının modası 500-dür. Bu o deməkdir ki, A şirkətində 550 manat, B şirkətində isə 500 manat əmək haqqı alanların sayı ən çoxdur. Verilmiş nümunəyə baxaq. Hər qrupdakı ədədlərin ədəd ortasını, medianını və modasını tapın. Hansı qrupda verilənlərin ədəd ortası, medianı, modası böyükdür? Gəlin əvvəlcə birinci qrupdakı ədədləri kiçikdən böyüyə doğru düzək. Olacaq 7, 13, 15, 17 və 23. Ədəd ortanı tapaq. Bunun üçün ədədləri toplayıb sayına böləcəyik. 7 üstəgəl 13, üstəgəl 15, üstəgəl 17, üstəgəl 23. Bölünsün ədədlərin sayı, yəni 5. Bərabərdir 75 bölü 5 olacaq 15. Yəni ədəd orta 15-ə bərabərdir. Yazaq. Ədədi orta. İndi isə gəlin mediana baxaq. Göründüyü kimi ədədlər sırasında tək sayda ədəd var. Yəni ortada duran ədəd 15. Bu ədədlər sırasının medianı olacaq. Yazarıq 15 median. Moda isə ən çox təkrar olunan ədəddir. Bu ədədlər sırasında hər bir ədəd yalnız bir dəfə təkrar olunur. Deməli, bu sıranın modası yoxdur. Yazaq. Moda yoxdur. Keçək digər qrupa. Burada 3 ədəd var. Gəlin bu ədədləri kiçikdən böyüyə doğru düzək. Olacaq 24, 25, 32. Ədəd ortanı tapaq. 24 üstəgəl 25 üstəgəl 32. Bölünsün ədədlərin sayı, yəni 3 bərabərdir 81 bölü 3 olacaq 27. Deməli, ədədi orta 27-dir. Median tapaq. Ədədlər sırasında tək sayda ədəd olduğu üçün yenə də ortada duran ədəd median olacaq. Göründüyü kimi 25 bu ədədlər sırasının medianıdır. Hər bir ədəd yalnız bir dəfə təkrar olunub. Onda burada da deyirik ki, bu ədədlər sırasının modası yoxdur. Yazaq. Moda yoxdur. Deməli, biz hər iki qrup üçün ədədi orta, median və modanı tapdıq. İndi isə gəlin tapdığımız ədəd orta və medianları müqayisə edək. Göründüyü kimi ikinci qrupda olan ədədlərin ədəd ortası, yəni 27, 15-dən böyük olacaq. Yazarıq 27 böyükdür 15. Və birinci sıranın medianı 15, ikinci sıranın medianı isə 25 tapmışdıq. Yəni, yenə də ikinci sıranın medianı 25 böyükdür birinci sıranın medianından, yəni 15-dən. Video fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığın həllinə birlikdə baxaq. Fiqurlu konki sürmə yarışlarında hakimlər birinci və ikinci yer tutan iştirakçılara aşağıdakı balları verdilər. Qalib hansı meyara görə seçilib? Deməli, gəlin məsələni həll etmək üçün əvvəlcə birinci və ikinci yeri tutan iştirakçılara verilən balların ədəd ortasını, modasını və medianını tapaq. Əvvəlcə ədəd ortanı tapaq. Yazıram ədəd orta. Birinci yeri tutan iştirakçının balları 10,
9,6 üstəgəl 9,9 üstəgəl 9,6 üstəgəl 9,8 üstəgəl 10 və sayına bölürəm. Bu say 6-ya bərabərdir. Bölünsün 6. Təqribi bərabər olacaq 9,82-yə. İndi isə ikinci yeri tutan iştirakçıya verilən balların ədəd ortasını tapaq. 9,7 üstəgəl 10 üstəgəl 10 üstəgəl 9,4 üstəgəl 9,5 üstəgəl 10 bölünsün say, yəni 6. Bu da təqribi bərabər olacaq 9,77-yə. İndi isə gəlin hər bir iştirakçı üçün verilmiş bal sırasının medianını tapaq. Yazıram median. Bunun üçün balları kiçikdən böyüyə doğru düzək. Olacaq 9,6 9,6 9,8 9,9 10 və 10. Ədədlər sırasında cüt sayda ədəd olduğu üçün ortada duran iki ədədin ədəd ortası mediana bərabər olacaq. Yəni 9,8 üstəgəl 9,9 bölünsün 2 bərabər olacaq 9,85-ə. İndi isə ikinci yeri tutan iştirakçıya verilən balların medianını tapaq. Yenə də kiçikdən böyüyə doğru sıralayaq. 9,4 9,5 9,7 10 10 və 10. Yenə də cüt sayda ədəd olduğu üçün ortada duran iki ədədin ədəd ortası bu sıranın medianı olar. Yazarıq 9,7 üstəgəl 10 bölünsün 2. Bu da bərabərdir 9,85-ə. Gəlin indi də modanı tapaq. Moda verilmiş sırada ən çox təkrar olunan ədəddir. Deməli, onda birinci yerə çıxan iştirakçıya verilən ballar arasında göründüyü kimi ən çox təkrar olunan ədəd 9,6 və 10-dur. Yəni, bu ədədlər sırasında 2 moda var. 9,6 və 10. Digər ədədlər sırasına baxaq. Burada isə ən çox təkrar olunan ədəd 10-dur. 3 dəfə təkrar olunub. Yəni, moda 10-a bərabərdir. Göründüyü kimi birinci yerə çıxan iştirakçıya verilən balların ədəd ortası ikinci yerə çıxan iştirakçıya verilən balların ədəd ortasından böyükdür. Deməli, qalib ədəd ortaya görə seçilib. Video fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığın həllinə birlikdə baxaq. Diaqramda ilin birinci yarısında A və B şəhərlərindən düşən yağıntının miqdarı verilib. Gəlin diaqrama nəzər yetirək. Deməli, A şəhərində yanvar ayında düşən yağıntı miqdarı 3 mm, fevral ayında 4 mm, mart ayında 5 mm, aprel ayında 3 mm, may ayında 2 mm və iyun ayında 1 mm-dir. B şəhərinə nəzər yetirək. Yanvar ayında düşən yağıntı miqdarı 3 mm, fevral ayında 2 mm, mart ayında 1 mm, aprel ayında 4 mm, may ayında 1 mm və iyun ayında yenə 1 mm. Gəlin sualları cavablandıraq. A bəndi. A və B şəhərləri üzrə göstəricilərin modası nə qədərdir? Gəlin yazaq A şəhəri, B şəhəri. A şəhəri üzrə göstəricilərə nəzər yetirsək görərik ki, burada ən çox təkrar olunan ədəd 3-dür. Deməli, A şəhərində olan göstəricilərin modası 3-dür. B şəhəri üçün göstəricilərə nəzər yetirsək görərik ki, burada ən çox təkrar olunan ədəd 1-dir. Yəni, bu ədədlər sırasının modası 1 olar. Keçək B bəndinə. A və B şəhərlərinə düşən orta yağıntı nə qədərdir? Yəni, biz yağıntı miqdarlarını toplayıb ayların sayına bölməliyik. Əvvəlcə A şəhəri üçün hesablayaq. 3 üstəgəl 4 üstəgəl 5 üstəgəl 3 üstəgəl 2 üstəgəl 1 bölünsün 6 bərabərdir
18 bölü 6 olacaq. 3. B şəhəri üçün hesablayaq. 3 üstəgəl 2 üstəgəl 1 üstəgəl 4 üstəgəl 1 üstəgəl 1. Bölünsün 6. Bu da bərabərdir. 12 bölü 6 olacaq 2. Deməli, A şəhəri üçün orta yağıntı miqdarı 3 mm, B şəhəri üçün orta yağıntı miqdarı isə 2 mm olacaq. Keçək C bəndinə. Hansı şəhər üzrə göstəricilərin medianı böyükdür? Bunun üçün gəlin əvvəlcə hər bir şəhər üçün göstəriciləri kiçikdən böyüyə doğru sıralayaq. A şəhəri üzrə göstəricilər 1, 2, 3, 4, 5. Ədədlər sırasında cüt sayda ədəd olduğu üçün onda median ortada duran 2 ədədin ədədi ortasına bərabərdir. Yəni 3 üstəgəl 3 bölünsün 2. Bərabərdir 3-ə. İndi B şəhəri üçün yazaq. 1, 1, 1, 2, 3, 4. Burada da yenə cüt sayda ədəd var. Onda median 1 ilə 2-nin cəminin yarısı olar. Yəni 1,5. Göründüyü kimi A şəhəri üzrə göstəricilərin medianı B şəhəri üzrə göstəricilərin medianından daha böyükdür. Əziz şagirdlər, bugün biz sizinlə median, moda, ədədi orta, moda və median üzrə müqayisə mövzularını öyrəndik və bir sıra tapşırıqlar həll etdik. Bir sonraki dərsdə görüşərik. Sağ olun.